Söhbətdir Ruslan bu. Deyirlər ki, zəng eləyiblər, şeydir. Zəng edirlər, kim zəng edir? Nə söhbətdir, deyə görmədim. Söhbət göstərdiyində nə söhbətdir? Bax, mən sənə mehriban danışırdım telefonda. Mən ümumiyyətlə mehriban danışıram. Yox, sən mehriban, mən tutmuşam sən necə mehriban danışsın insanlarla. İnsanlar hissiyatından oynayırsan. Yəni, indi başa düşəndə o canlı ekran kaydıları görəndən sonra. Bax, dostlar, mən Səfər İmsaka da çağırıb. Çağırıbsan, düzün denən. Çağırıbsan, gəl mehriban oturaq, söhbət eləyək falan. Düzdür? Qulaq as, bir dəqiqə deyəm. Bayaq baxdım, atdılar mənə. Gəldim orada yazdım. Danışırsan. Bəndən başlayaq. Tanınmaq, zat, nə söhbətlər. Mən ümumiyyətlə belə sevmirəm. Bunlar deçik hərəkətlərdir. 14-15. Deçik hərəkət, deçik. Bir dənə gözdə də qulaq, sözümü kəsmə, qoy deyim sənə. Bunlar uşaq hərəkətlər. Ümumiyyətlə, bu şeydir, platforma. Belə bir şey var ki, nömrə adlı bir şey var. Telefon. Ustoysun. Götürürsən. Yes, danışırsan, eləyirsən. Ümumiyyətlə, canlıda, ümumiyyətlə, danışanda, bir adam olmayanda, onun adını sırf çəkib danışanda, onun bir mənalı şəkildə bir mənası var ki, haypanus eləmək. Yəni ki, mən sərsin haypanus edirəm bu saniyə. Ümumiyyətlə, sən deyirsən ki... Sən mənim üstümdən haypanus eləyib gəlməyibsən TikToka. Bir dəqiqə qulaq as. Sən bir dənə sözümə cavab ver sonra da. Sənin təfəkkürün yanlışdır. Orada şey hissəsən, deyirsən ki... deyirsən ki, qulaq as da, deyirsən ki... Qulaq as. Sən deyirsən ki, mən tanışmışam, nə bilim, cahcul. Ona qalsa sənin təfəkkürünə görə. Mən misalsın sırf öz adıma deyirəm, başqalarının. Və sən bir dəfə qayıt deyibsən ki... Bir dəqiqə qulaq as da, sözümü qutadım, yekunlaşdım, sonra sən danış. Ya da sən danış, sonra mən qulaq asım. Mən yadımdan çıxıraq tez-tez, sən çox söz danış. Onda sən danış, mən danış. Kanallar tez-tez dəyişilir. YouTube-a girmişəm, səni mən harada görmüşəm? Eşqin Dəryanla görmüşəm də. Yazmışlar ki, belə bir başlıq yazmışlar ki, Zevs üz üstəm geyi sındırdı. Mən belə tanımışam sən, başa düşdün? Yəni, sənin təfəkküründən elə çıxır ki, sən Eşqin Dəryanın şotuna tanınmısan? İndi mən sən indi bir dənə söz deyim. Sən o kimin kanalını izləyibsən? Kimin kanalını izləyibsən? Trendə düşmüşdü də, trenddə YouTube'da görmüşdü. Mənim kanalımda izləyibsən, düzdür? Səni də mənim kanalımda izləyiblər. Yox, mən... Bir dəqiq qulaq. Mən onda. Bax. Eşqin Dərya da soxdur. Eşqin Dərya bəzən... Yox, gəl çalış, eşdirsən məni. O soxmazat. Bu çalış ümumiyyətlə diyaloqa fikir ver, nə danışsın. Belə başqa söhbət eləmək istəsən. Sən belə diyaloqlarla insanların içinə çıxırsan. Yox, mən sənə qulaq asım. Mən sənə belə deyim də, mənim ümumiyyətlə efir mədəniyyəti var da, danışıq qabiliyyəti var. Bu efir elə bir şeydir ki, ağzından bir söz çıxardarsan, sonradan onu yığıb yığışdıranmaz. Başa düşsən nə demək istəyirəm? Bu çalışmaq lazımdır, bu kultura. Sən yığıb yığışdıra bilirsən ki, ağzından çıxarsın. Burada el adamları var ki, yaşı böyük, ziyalı aillər var, izləyirlər. Hələnin öz izləyici kütləsi var. Başa düşdün, çalışaq ki... Mən hansı nöqtə nəzərdən deyirəm, sən orada, sənin öz izləyici kütlən var. Mən indi hal-hazırda sən mənimlə buradasan deyə, mən öz izləyici kütləmi tanıyıram və istəmirəm ki, onlar, misal üçün, qeyri-etik və yaxud bu söz soxma, belə şeyləri eşitsinlər. Başa ona görə iki kulturlu adam kimi... Mənim izləyici kütləm onda eşşəkdir də. Sən mən... Yox, bax, görsən, izləyici kütlə dedim ki, fərqlidir izləyici kütləsi. Eşşək niyə olur sənin izləyici kütlən? Mən sənə elə söz dedim, sənin izləyici kütlən eşşək. Sən demən elə çıxır da, sənin izləyici... Mənim deməyimdən elə çıxmır, ümumiyyətlə, mənim sözüm olanda birbaşa deyirəm. Yəni, mənim sözümdən elə çıxanmaz.